Değerli izleyiciler, Masterclass servis sizi salamlayır. Karşınızdaki kombi hidroterimdir. Önceden qeyd edeyim, hidroterim, ekogasterim, Erato, bunlar hamısı eyni model kombilərdir. Demək olar ki, heç bir fərqi yoxdur. Cüzi ola bilər, hansı bir detalında fərq olar, amma prinsip isə eyni kombidir, eyni zavodda istehsal olunan kombilərdir. Və bunların tekesenjorlu modellərində, buradan bilməm görəcəksiniz yoxsa yox, burada turbin yanır. Tekesenjorlu modellərində və buradan ərpi də görsənir, onun yaşıl rəngdə ərpi. O turbin dəyişilməyən turbindir. Əgər kanala abunə olmuşsunuzsa, mən bununla bağlı kanalda paylaşmışam. Onun alternativin alt hissəsindən necə qoymaq olur və burada alt hissəsindən quraşdırmağını göstərmişəm. Ancaq bir çarəsi də var ki, əgər aparat vasitəsilə esenjor uyularsa, isti su xətti uyularsa, məsələn, mən istifadə edirəm Scale-Off dərmanını və müasir aparatı vasitəsilə esenjoru yuyuram və o halda da buradakı turbin yuyulur. O turbin əgər yuyuldusa, kislota vasitəsilə, dərman vasitəsilə yuyuldusa, o açıldısa, bəli, ondan sonra o işləyir. Yox, əgər o turbin sıradan çıxıbsa və yenidən işləmirsə, yenə də deyirəm, kanala abunə olmuşsunuzsa, orada mən onun digər çarəsini də göstərmişəm. Sizin də kombinizdə hidroterim, ekogasterim, Erato və ya digər kombidə isti su ilə bağlı problem varsa, əlaqə saxlaya bilərsiniz. Video bəyəndinizsə like eləyin, kanala abunə olmağı unutmayın.